Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda mərkəzi yola, məktəbə yaxın 6 mərtəbəli binanın 5-ci mərtəbəsində 2 otaqdan ibarət mənzil satışa çıxıbdır. Mənzil onu qeyd edim ki, kupsalıdır, notarial qaydada alqı-satıya gediləcəkdir. Bura mənzilin hal-hazırda biz zal otağındayıq. Göründüyü kimi mənzil tam təmirli vəziyyətdədir. Mənzil əşyalı və əşyasız vəziyyətdə də satıla bilər. Bu alıcı ilə satıcı arasında razılaşma yolu ilə bunu razılaşmaq mümkündür. Bura yataq otağıdır. Mənzil onu qeyd edim ki, təmirli formada, təmirlidir. Mən əşyaları da göstərirəm ki, yəni ola bilər ki, kimsə əşyalı vəziyyətdə də ev almaq istəyər. Mənzil onu qeyd edim ki, 53 kvadratdan ibarətdir. Qeyd etdiyim kimi kupsası var. Notarial qaydada alqı-satıya gediləcəkdir. Bura mətbəxidir. Binada qaz, su, işıq daimidir. Burada balkonu və balkonda göründüyü kimi kombisi və kondisioner. Bura isə qaz sayğacı. Ev göründüyü kimi tam təmirli vəziyyətdədir, səliqəli evdir. Bir daha evin zal otağını göstərim. Ev 2 otaqdan ibarətdir mənzil. Və bura isə hamam otağı, metlaq, kafeli. Görüldüyü kimi tam təmirli mənzildir. Mənzilin başlanğıc qiyməti 80.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır. Bu ev haqqında və digər başqa evlər haqqında əlavə məlumat almaq istəyənlər aşağıda və ekranda göstərilən nömrə ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərlər.